gün bir şey danışım sizin için. Bir nəfər deməli rivayət edilir ki, məscidə gedir. Məsciddə amma biraz qalmış, yıxılır. Yıxılır, üstündə çirkava batır. Deyir, yox, məscidə belə natəmiz gedə bilmərəm, dağ gedə bilmərəm. Gedim, üstü başımı dəyişdirim, yenidən məscidə gəlim. Bir dəfə edir, ikinci dəfə gələnə yenə də yıxılır həmin yerdə, yıxılır, yəni üstü başı palçığa batır. Deyir, yox, mən gedib üstü başımı dəyişdirməliyəm ki, məscidə pak getmək lazım, təmiz getmək lazım. Üçüncü dəfə həmin yerdən keçəndə görür ki, bir nəfər həmin yerdə dayanıb, əlində çıraq, yol göstərir. Yol göstərir ki, bu adam burada yıxılmaz. Aparır, getirir, gəlir. Deyir ki, şu gəl gedib, sən də gəlmişsən məscidin qapısındır, gəl məscidə. Deyir, yox, mən məscidə gəlirəm, mənim işim var, mani elə. Bu təkid edir bu insan ki, iki dəfə yıxılan insan təkid edir ki, məscidə gəlmişsən, hara gedirsən, gəl ki, daxil ölçəni. Sən bilirsən mən kiməm. Sən mənim məscidə. Mən şeytanım. Deyir, şeytansan? Biz mənim çıraq yandırdım, demirsən niyə? O iki dəfə yıxıldın ha. İkisində də mən sənə mane eləmişdim. Birində sən yıxılanda, 5 daha yıxılarda məscidə gelməz. Sən ki getdin üstü başını dəyişdirməyə, paltarları əvəz eləməyə, Allah sənin günahlarını bağışladı. İkinci dəfə mən səni yıxdım, sən qayıtdın bu paltarları dəyişdirməyə, libası əvəz eləməyə, Allah sənin qohum əqrəbavın günahlarını bağışladı. Üçüncü dəfə də mən ona razı ola bilməzdim ki, üçüncü dəfə yıxım səni burada. Deyir, əgər üçüncü dəfə də yıxılsaydın, rivayət faktirir, üçüncü dəfə də yıxılsaydı, Allah Teala və Təbarək məhəllədə olan, ətrafda olan insanları, möminlər, müsəlmanlar, bütün günahları bağışladı. Mən də buna razı ola bilməzdim. Mən də buna razı oldum. Ona görə özüm çıraq saldım ki, yıxılmayasın. Daha günahların Allah iki dəfə baxışıldı sənin özlüyü, qohumlar rababı. Üçüncü dəfə daha bu şeylər mən yol verə bilməzdim, razı ola bilməzdim. Dikkat edirsiniz.